Mən yenə də deyirəm, mən sözlərimə görə qınağa çəkilirəm bu dəqiqə. Amma gəlib burada məni söyən ekran kaydı olunmur. Mən uşağımı söyən, körpəmi söyən, anamı söyən, qəbirdə yatan atamı söyən burada kayd olunmur. Mən ona cavab qaytardığım momentlər götürüb kayd olunur. Amma kayd eləmirlər, kəsib montaj edirlər, gör mən oturmuşam kimisə durduğu yerdə. Burada heç kəsi durduğu yerdə söymür. Heç kəsi. Kimsə girirsən, normal bir adam da oturanda burada 5 dəfə, 10 dəfə uşağı və körpəvə söndürür, sən özündən çıxacaqsan. İstər-istəməz qiriyyəti özünə bir hörmət edən adam özündən çıxacaq. Nə qədər sırtıq bir adam olasan ki, o sözləri görüb keçəsən. Ləman, belə bir sual da var. Məsələn, bir çox insanlar deyirlər ki, qız ağacı, qoz ağacı və ana belə deyək də, xüsusilə qızının gələcəyini düşünməlidir və s. Yəni bu fikirlə, yəni siz qızınızın necə düşünürsünüz? Bugün sizin TikToker olmağınız, onun gələcəyini necəsə müsbət və ya mənfi təsir göstərə bilərmi? Halda müğənnilər yığışdırılsın, açıq geyinənlər yığışdırılsın, duet oxuyanlar yığışdırılsın. Gələcəyə müğənnilərin qızları bu dəqiqə oxuyur. Pozğundur. Nə dəxli var ki? TikToker olmaq ayıbdır bəyəm. Bir söz deyim sizə, aptekdə işləyəndə əxlaqsız ola bilər, tərbiyəli ola bilər. Məscidə girəndə əxlaqsız ola bilər, tərbiyəli ola bilər. Ondan sonra siz də mənə bağışlayın. Elə açıq-saçıq geyinən qız var ki, qapalı geyinəndən 1000 dəfə tərbiyəlidir. Geyim insanın əxlaqıdır. Ağızdan çıxan hər sözdə insanın öz mədəniyyətidir. Söhbət bilsiz nə edək? Ola bilər mənim səhvlərim olub, mən emosional davranıb həyatımla bağlı, aqressivliyimlə bağlı nəsə aqressiv danışmışam. Zato mən bu günlərim düzəltmişəm hərəkətlərimi, söyüşlərimi. Zato mən bu gün əxlaqımla mən heç kəs deyə bilməz ki, bu 7 il ərzində mən burada pozğunçuluq eləmişəm. Əlimdə şəraitlərim də olub eləməm. Mən 7-ci ildir buradayım, nə evim var, nə maşınım var. Məndən sonra gələn qızların evi də var, maşını da var. Deməli mən necəyəm, olduğum kimiyəm. Əgər mənim uşağım elə ailələr var ki, ana namaz qılır, ata namaz qılır, evlad pozğundur. Pozğunçuluq anaya, ataya baxmır. İnsan öz əxlaqı özünə görədir. Onun nə dəxli var ki? Elə yaxşı valideynlər var ki, bivec evlad çıxır, narkoman çıxır, nə bilim, oğurçu çıxır, doğurçu çıxır. O valideynə nə aidiyyət var? Valideyn ona neynəsin? Ləman, neçə yaşınız var və ümumiyyətlə bu fikirlər sizin dediklərinizdə doğru da həqiqət var. Yəni mən bunu bir jurnalist olaraq da qeyd eləməliyəm. Emosional danışırsınız, çılğınlığınız var, amma ki dediklərinizdə yəni doğrudan da həqiqət var. Neçə yaşınız var və bütün bu belə deyə də fikirə necə gəlmisiniz? Necə bir təəssürat sizdə yaranıb yəni? Mən birinci sinifdən evdə tək qalıram. Mənim anam gedib işləyib, mən evdə tək qalmışam. Anam o vaxtı məndən ənka tutmuşdu. Dedim ki, mama sən eləmə, mən özüm evdə tək qalaram da, qorxmuram. Mən elə həyatı dərk elədim. Amma bütün bunlarla yanaşı yenə də, yəni baxın, siz deyirsiniz ki, sizin də öz həqiqətləriniz var, amma yenə də sizi anti-qəhrəman sayırlar. Nə ilə əlaqədar ola bilər? Məhz Ləman barədə danışaq, müğənni falan onlarla müqayisə eləmədən. Yox, mən müğənni müqayisə eləmirəm, sadəcə deyirəm ki, niyə adamı olana bəzi yerlərdə söz deyilmir, amma yetimə yesirə deyilir. Yəni mən neyinirəm ki, canlımı açıram, məni bu qədər insanlar sevirsə günahkar mənəm. Mən oturub söhbət edirəm, danışıram, pozğunçuluğu təbliğ eləmirəm, tərbiyəsizliyi təbliğ eləmirəm. İzləyicilərimlə danışıram, bütün günü oyun oynayıram. Neyinirəm ki, mən burada anti-reklam, anti-qəhrəman nəyə deyirlər, mənə çatmır. Neyinirəm burada, nə açıq-saçıq geyinirəm, oramı buramı göstərirəm, tatu. Burada edirəm, yazırlar ki, məsələn bizim qızlarımız indi stereotiplər var da ki, bəzən uzun dil olmaz, dili qısa olar, yəni çox emosional olmaz və s. və deyirlər ki, siz bəli, əslində onlara mənfi təsir edirsiniz. Yəni belə iddia edilir. Ay xanım, məndən qabaq həyasızlıq yox idi, sözü deyən yox idi. Mən sadəcə açmışam, bəziləri gedib həyatda deyirlər bu sözləri, mən canlıda deyirəm. Mənim fərqim budur ki, mən canlıyam. Məndən qabaq yaxşı, mən tutaq ki, TikToku bağladım, çıxdım, getdim, eşidirsiniz, mən anti-qəhrəmanam. Klublar, zatlar bağlanacaq, buradakı zatlar, zutlar gedəcək və yaxud da bəzi özün çöldə qoyanlar yoxa çıxacaq məndən. Bir dənə mənəm, yəni ortalıqda, nə dəxli var? Mən bilmirəm ki, mənim daşım niyə belə ağır deyir. Sözün düzün deyəndə daş niyə belə ağır olur ki? Sözün düzün danışıram da.